Azərbaycan Respublikası Sovet işğalından azad olunandan sonra Şah İsmailin adına metrolar, prospektlər, küçələr, şəhərlər, rayonlar daha doğrusu. Bunlar hamısı Azərbaycanın müstəqilliyindən sonra Şah İsmail adına verildi. Niyə görə? Çünki Şah İsmail bizim böyülük, qüdrət rəmzimizdir. Bilirsiniz də Çar Rusiyası və ondan da sonra Sovet İttifaqı bizim xalqımızın beyninə kiçiklik kompleksini salmışdı. Kiçiklik kompleksi. Yəni kiçik qardaş, böyük qardaş olmadan yaşaya bilməz. Yəni sanki biz 1813-1828-ci ilə qədər heç nə bilməmişik. Nə devlətçiliyimiz olub, nə tariximiz olub, heç nəyimiz olmayıb. Bunu Çar Rusiyası və Sovet ideologiyası bizim beynimizə salmışdı. Bütün qəhrəmanlarımızı, bütün ədiblərimizi təhrif eləmişdi. Bizim böyük nəsilimizi bizə ateist kimi göstərirdi. Babək Xürrəmidini bizə bolşevik kimi göstərirdi. Şah İsmaili şair kimi göstərirdi. Şah İsmaili məhzəbçi kimi göstərirdi. Şah İsmaili yadelli kimi göstərirdi. Əzizə xanım Cəfərzadə öz kitabında. Sanki Şah İsmail yadellidir. Yadellidir gəlib Azərbaycanı işğal eləməyə. Haranı? Şirvanı. Sual çıxırdı. Bəs Şirvandan aşağı, Şirvandan cənuba Azərbaycan deyil. Yəni Sovet ideologiyasının əsas prinsipi parçala, üz-üzə qoy, düşmən elə hökm sür prinsip olub. Buna görə də bizim xalqın beyninə kiçiklik kompleksi yerləşdirib. Sən kiçiksən, sənin mədəniyyətin yoxdur, sənin tarixin yoxdur. Biz müstəqillik əldə edəndən sonra birbaşa bizim ağıllı insanlarımız Şah İsmailə vurğu elədilər. Birbaşa Şah İsmailə vurğu. Yəni Şah İsmail bizim xalqın qədimliyinin, bizim devlətçiliyin qədimliyinin şəxsiyyət vəsiqəsidir. Yəni Şah İsmail bizim xalqımızın şəxsiyyət vəsiqəsidir. Ki biz bu vəsiqə ilə özümüzü dünya xalqları arasında sübut edirik ki, bəli, bizim orta əsrdə böyük bir imperiyamız olub. Biz qədim xalqıq, biz qüdrətli xalqıq, bizim böyük bir coğrafiyada hökmümüz keçib, biz hökm edən xalq olmuşuq, hökm edilən xalq yox. Bax, bunun vəsiqəsi, bunun tarixi imzasını Şah İsmail yazıb. Ona görə bizim dövlətimiz Şah İsmailin adına rayonlar, prospektlər, küçələr, abidələr qoydu. Niyə görə? Çünki istəyirdilər ki, biz o kiçiklik kompleksindən tez çıxaq. Kiçiklik kompleksindən tez çıxaq.